اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. لا حول ولا قوة الا بالله العلی العظیم. حسبنا الله و نعم الوکیل، نعم المولا و نعم النصیر. الحمد لله رب العالمین والعاقبة لأهل التقوى والیقین. الصلاة والسلام على سیدنا و نبینا و حبیب قلوبنا، حبیب اله العالمین ابی القاسم محمد صلی الله علیه و آله و سلم و لعنت الله علی اعدائهم اجمعین من الان الى قیام یوم الدین. حمد مبدی که تردد انفاس اعیان کیف و کم موقوف تحریکی است از سرانگشت ارادت او. جنبش آثار حدوث و قدم مرهون شکنی است از ابروی اشارت او. امام رحمت، غافل سالار خیر و برکت، طلیع دار عدل و عدالت، رهبر هزاران استاد لایق، بهرگیر ساعات و دقایق، علوم زمین و زمان را حاذق، فرزند قل شقایق امام جعفر صادق علیه السلام، بیان الدنیا سوقن ربح فیها قوم و خسر الاخرون. حضرت بوده dünya به منزله bir bazardı. Biri de bu bazarda sudeler, biri de zarar eler. پس اگر امروز به نام حضرت زهرای مرضیه سلام الله علیها cəm olmuşuq bu makan müqəddəsə, çox sud mənəvi eləmişik. Səy eləyək bu sərmaye mənəvini hifz eləyək. Bu günlərim əyyam Fatimiyyədir. Dərsi ki از مکتب حضرت زهرای مرضیه سلام الله علیها علی بلغ و او فرمایش درربار و گوهربار حضرت زهرای مرضیه سلام الله علیها عمل لساق معناسی بوده که بلا به çok سود eləmişik. پس bu sərmayəni hifz eləyək. Əgər bugün də bu cələsiyə təşrif gətiribsən, mütməin olcunan ki, əhl-i beytin inayəti olmasa bu cələsiyə gələ bilməzsən. Çoxları vardı. Durur ayağa deyir, mən filan günü geləcəyəm filan məscidə. Amma yolda bir hadisə gəlir, ya bir ittifak düşür, ya sən yadından çıxır, bir ləhzə öz-özünə deyir ki, ey vay, mən gedəcəkdim filan yerə, kamil yadımdan çıxdı ya. Deyir, yadından çıxmayıb, gör nə günah eləyibsən, Allah bu tevfiki səndən aldı ki, Həzrət Zəhra məclisində olmayasan. Hər kəsdə liyaqət olmaz bu cələsələrə gələ. İmam Hüseyin aleyhisselamın məclisinə gəlmək mütməin öz başıva dəyir, dəvət olubsan. Və əgər bu dəvət icabət eləyibsən, gəlibsən bu cələsiyə, çox sud eləyibsən, səy elə bu sərmayəni hifz elə. Əgər bu sərmayəni hifz eləsən, rəsəd adəmi be cایی که به جز خدا نبیند. خوش o kəsin saadətinə قدر و منزلتین bilir. Bu cələsələrin əcr و padaşın bilir. Əcibdir böyüklər, bir dənə nəqqaş meydan Xurasan Tehran. A deyir, mən əyləşmişəm, bir dənə əksi tərsim eləyirəm, əksi çəkirəm be qol özünümüz. Kimin əksini çəksən? Seyyid-i Şühəda aleyhisselam. Kitablarda oxumuşam, eynən o şəraitdə ağanın əksini çəkdim. Gəldim gözlərində dayandım. Nə qədr elədim, müvəffəq ola bilmədim.
Dolanırdım. Gördüm ki bir neçə cavandır gəlirlər. Allah bunun birində beqədri ziba göz yaradıb. Elə o əksədə yiyər. Dedim ağa dayan. Dedi bəli. Dedim icazə ver. Mən bir dənə nəqqaşam. İmam Hüseyin ağanın əksini çəkmişəm. Gözlərində qalmışam. İcazə buyurcunam mən bu gözlər o əksini çəkim. İstəyirəm o əksə intixab eləyəm. Döndü bir baxdı mənə ağladı. Dedim niyə ağlısan? Dedi ay nəqqaş bu gözlər gözəl deyir. Sənə gözəl görsədən gözəl görsədi. Dedim necə? Dedi açın mən heyətdeydim. Orada ya Hüseyin deyiblər, oxuyublar, mən ağlamışam İmam Hüseyinə. İndi heyətdən çıxıb gəlmişəm, bu gözləri sənə gözəl görsədən gözəl görsədi. Eybi yoxdur, əksini çək. Bəd az 30 ildən sonra həmun nəqqaş deyir, gəldim Şimr ibn Zilcoşən əleyhə lənəti vəl əzabın əksini çəkdim, gözlərində qaldım. Xudaya mən nə iş görüm? Dostların biri dedi ki filani bir nəfər var zindanı evindədir, sübh edam eləyəcəklər. Amma insafən elə Şimr ibn Zilcoşənə oxşuyur. Rabitə ilə, zabitə ilə gəldim, gördüm. Dedim ağa dayan, icazə buyur istəyirəm o gözü və əksini çəkəm. Ta bunu deyəndə bu ağladı. Dedi neyini sən ay nəqqaş? Dedim Şimr ibn Zilcoşənin əksini çəkmişəm. Səndən bədheybət adam tapa bilmədim. Bu nə qiyafədədir səndə var? Adam rıqbət eləmir sənin çehrə baxa. İstəyirəm gözü və əksini çəkəm Şimrin gözünə. Döndü bir baxdı dedi ay nəqqaş elə bil məni tanımadın. Dedim xeyra tanımadım. Dedi yadımdadır 30 il bundan qabaq gəldim bu gözləri İmam Hüseynə çəkəsən. İndi də Şimrə. Dedim ben niyə belə? Dedi onda mən İmam Hüseyin mədsin dolanardım. Sənə gözəl görsədən də gözəl görsədəydi. Bəd rufəqay nabab dedi ağa bunlar hamısı xurafatdır. Yəni nə mənə İmam Hüseyin mədsi, nə mənədir o cələ o heyyətdən bu heyyətə şənbə heyyət, yekşənbə heyyət, doşənbə heyyət, seşənbə heyyət. Bunlar hamısı xurafatdır. O qədr qulağıma oxudular, mən heyətlərdən fasilə açdım, zindəgidə belə giriftar olmuşam, indi də bir vəzə qalmışam ki, məni Şimrə oxşadısa. Heyyətdən uzaq oldum, bu hala düşdüm. İmam Hüseyin məclisində olsan izzət taparsan, Zəhra cələsəsində olsan izzət taparsan, Əhl-i Beytə xatir qədəmi götürsən izzət taparsan. Bu günlərim qurban olum sənə, siz baxsız kuçe və xiyabanda hər tərəfə getsən bir iddə yerdə görürsən ki, yazılıb Əssəlamü aleyki ya Fatimətə Zəhra. Onlar ki etiqadları var Həzrəti Zəhra-i Mərziyyə Səlamullah əleyhaya. Allah onların dünya və axirətlərin abad eləsin.